Bugün ilkin yoxlamanın çalışmalarını işləyəcəyik. Yəni bunlar aşağı siniflərdə keçdiyimiz mövzulara aiddir. Fiqurların güzgü əksi olduğunu yaxud yerini dəyişdiyini müəyyən edin. Fiqurların birindən digərinin necə alındığını izah edin. Birinci şəklə baxırıq. Bəli, bu güzgü əksidir. Çünki bax biz buradan xətt qoysaq, baxın buradan bura nə qədərdirsə, amma buradan bura qədər də eyni olub. Digər nöqtələrimiz də o şəkildə, yəni ona görə bu güzgü əksidir. Güzgü əksi. İkinci şəkildə isə, xeyr, bax biz buradan qoysaq, görürük ki, fərqlidir. Bu sadəcə yerini dəyişib. Yerini dəyişib. Üçüncüdə də yerini dəyişib sadəcə, yəni əksi deyil. Dəyişib. Dördüncüdə də, D bəndində də yerini dəyişib. Y variantında isə bəli, güzgü əksidir. Çünki bax bunu belə qoysaq, buradan bura nə qədərdirsə məsafəmiz, buradan bura qədər də eynidir. Digər nöqtələri də o şəkildə. Baxın, bax bu nöqtə ilə bu nöqtə görürsünüz, 4 damadır. Buradan burada 4 damadır. Ona görə bu güzgü əksidir. Güzgü əksi. Digərində isə yerini dəyişib. Yerini dəyişib. Çünki burada güzgü əksi yoxdur. 2-də ABCD düzbucaqlısının şərtlərə uyğunu yerini dəyişməklə onu dəftərinizdə çəkin. Alınan düzbucaqlının təpə nöqtələrini, koordinatlarını yazın. 2 vahid yuxarı A variantını ayrı eləyəcəyik. B-ni ayrı. 2 vahid yuxarı, yəni bütün nöqtələri 2 vahid köçürməli. A-nı 2 vahid köçürdük, A nöqtəmiz burada olacaq. B-ni 2 vahid köçürdük, burada. D-ni 2 vahid C-nin yerində olacaq, C-ni 2 vahid burada. Onda bizim şəklimiz olacaq, bax bu şəkildə. Alınan təpə nöqtələrinin koordinatlarını yazın. Onda A-nın koordinatı olacaq. Birinci X-i qeyd edirik də 1, 3. 1, 3. B-nin koordinatı olacaq 1, 5. C-nin koordinatı olur 4, 5. D-nin koordinatı isə olacaq 4, 3. Bir vahid sola. Yəni hər nöqtəmizi bir vahid sola aparacağıq. Deməli A nöqtəmiz olacaq burada. D nöqtəmiz burada. B nöqtəmiz burada. D nöqtəmiz də burada. Bax, qırmızı ilə çəkəcəyim şəkil. İndi koordinatları yazsaq, onda A-nın koordinatı olur 0, 1. B-nin koordinatı olacaq 0, 3. Birinci X-i yazırıq həm. C-nin koordinatı olacaq 3, 3. D-nin koordinatı olacaq 3, 1. İndi bunları silirəm ki, qarışmasın şəkillərimiz. Növbəti 3 vahid sağa, 1 vahid aşağı. A nöqtəsini 3 vahid sağa, 1 vahid aşağı. Gələcək burada olacaq. D nöqtəsi 3 vahid sağa, 1 vahid aşağı. D burada. C nöqtəsi 3 vahid sağa, 1 vahid aşağı. B nöqtəsi 3 vahid sağa, 1 vahid aşağı. Deməli bizim yeni düzbucaqlımız olacaq. Bax burada. Onda onun koordinatlarını yazsaq, A nöqtəsi oldu 4, 0. B nöqtəsi olacaq 4, 2. C nöqtəsi olacaq 7, 2. D nöqtəsi isə olacaq 7, 0. Üçüncü. Fiquru verilmiş xəttə nəzərən ona simmetrik olan fiquru dəftərinizə çəkin. Bax, bu nöqtədən bir damadır deyə bir dama belə gəlirik. Yuxarıdakindən bir dama gəldik. Bu nöqtəmizdən isə görürsünüz 3 damadır deyə 3 dama ayrıldıq. Burada olacaq. Deməli yeni fiqurumuz
Bax bu şəkildə. Yenə digərinə bax. Bu nöqtəni bir damadır. Digər tərəfdə də bir dama. Bu nöqtəmiz qeyd edim. 1, 2, 3 nöqtələri. 1 damaydı. 2 nöqtəmiz bu xəttə nəzərən baxırsınız 3 damadır. Bu xəttə nəzərən 3 dama getdi. Burada oldu. Üçüncü nöqtəmiz 1 damadır. 1 damada aşağıya gəlirik. Və şəkli çəksək. Baxın görürsünüz, yəni elə bir güzgü əksi oldu. Digər bunları da nömrələyək. 2, 3, 4. Birinci nöqtəmiz bu düz xəttə nəzərən 3 damadır. 3 dama getdik. Bu birinci. İkinci nöqtəmiz elə üzərindədir deyə 2 burada qalır. Üçüncü 1 damadır bu düz xəttdən. 1 dama qeyd etdik. Dördüncü isə 4 damadır deyə 4 dama qeyd etdik və şəklimizi çəksək. Baxın belə olacaq. Digərində 2 dama, 2 dama bunu qeyd etdik. Baxın bu şəkildə belə, belə. Ədədin mütləq qiymətinə istifadə etməklə qeyd olunan parçaların uzunluğunu tapın. AB parçası A və B nöqtələri arasında məsafəmiz 1, 2. Yəni mənfi 2 olsa da biz mütləq qiymətinə istifadə edirik. Və ya da nə edirdik? Onların fərqinin modulu. A nöqtəsinin koordinatı A -4'dür. B -2'dir. Onların fərqinin modulu -4 minus -2. O da bərabərdir. -4 üzərinə gəl 2. Modul -2 o da bərabərdir 2. AD arasında burada yazım səliqəli olsun. İndi AD. A nöqtəsinin koordinatı -4. D nöqtəsinin koordinatı 6. Onların fərqinin modulu. Bu da bərabərdir. -10 bərabərdir 10'a. Deməli AD arasındakı 10 oldu. B bəndində A nöqtəsinin koordinatı -5. B nöqtəsi -2. O nöqtəsi isə 0. İndi AO-nu AO bərabərdir -5 minus 0. O da bərabərdir -5 bərabərdir 5'e. BO bərabərdir -2 minus 0. Modul -2 o da bərabərdir 2'ye. C bəndində M nöqtəsinin koordinatı -6. N -3. F -1. P'nin koordinatı isə 2'dir. Onda M'in bərabər olur. -6 minus -3. -6 üstə gəl 3 olur burada. -3 o da bərabərdir 3. Sonra F P bərabərdir. -1 minus 2. -3 o da bərabərdir 3. Bax elə FP'yə baxsaz 1, 2, 3. Sonra M F bərabərdir. M -6, F isə -1 idi. O da bərabərdir. -6 üzərinə gəl 1, -5 o da bərabərdir 5. M-lə F-ə baxaq. 1, 2, 3, 4, 5. Beşdə verilmiş təpə nöqtələrinə görə çoxbucaqlının digər təpə nöqtələrini tapın və koordinatlarını yazın. Uyğun fiqurları dəftərinizdə çəkin və sahələrini vahid kvadratlarla tapın. A bəndində A-da. Deməli biz bunu tamamlamaq üçün bu şəkildə tamamladıq. Digər tapın və koordinatlarını yazın. Digər təpə nöqtəsi
bura olur. Mesela A nöqtəsi qeyd edək. Bu A nöqtəsinin koordinatı olacaq 6, 4. İndi sahəsini tapmaq üçün 1 ilə 6 arasındakı məsafə 5-dir. 1 ilə 4 arasındakı məsafə 3-dür. Onda sahəsi bərabər olacaq 5 vurulsun 3, 15. İkincidə deyir kvadrat. Kvadrat olması üçün baxırıq. Bunlar arasındakı məsafə 3-dür deyə. Yəni bunu da biz 3 dama qalxmalıyıq. 3 dama, 3 dama. Onda buranı A qeyd edək. Buranı B qeyd edək. Bizdən digər təpə nöqtələrini istədi. Onda A-nın koordinatı olacaq 2, 4. B-nin koordinatı olacaq 5, 4. Çünki birinci biz x-i tapırıq da 5, bu da 4. İndi bu 3 idi məsafə deyə kvadrat oldu. Hamısı 3 olacaq. Onda sahəsi bərabər olur. 3 vurulsun 3, 9. Düz bucaqlı 3 bucaq. Deməli bizim digər təpə nöqtəmiz burada olacaq. A-nı qeyd etsək. Onda A-nın koordinatı olur 6, 1. Düz bucaqlı üç bucağın sahəsini də tapmaq üçün biz onun katetlərini tapmalıyıq. 6 ilə 9 arasında 3 vahiddir. 1 ilə 5 arasında isə 4 vahiddir. Onda sahəsi bərabər olur 2-də 1. Yəni onları katetlər hasilinin yarısıdır. Katetin biri 4-dür, biri 3-dür. 4 vurulsun 3 böl 2, 12-nin də 2-yə 6. Deməli bu üç bucağın da sahəsi oldu 6. 6-cı sualda koordinat şəbəkəsində dayanacaqdan 4 vahid sağda, 1 vahid yuxarıdakı nöqtədə mark et. 4 vahid sağda, 2, 4 gəldi bura, 1 vahid də yuxarıda, deməli market oldu burada. Marketdən 4 vahid aşağıdakı nöqtədə isə muzey yerləşir. Muzey də oldu burada, bunu da kiçik hərflə işarə edim. Muzey. Market və muzeyin yerləşdiyi nöqtələrin koordinatları neçədir? Onda birinci sualımızın cavabı marketin koordinatları oldu 5, 4. Muzeyin koordinatı oldu isə 5, 0. İkinci, koordinat şəbəkəsində bir vahid 200 metrə bərabər. İkincidə isə deməli bizə amma deyir ki, muzey buradaydı. 5'də. Silindi deyə yenidən yazmalı oldum. Muzey buradaydı. Dayanacağı. Demək, ən qısa yol əslində bu olardı. Bax, bu yolumuz olardı. Amma bizdə şərtdə deyir ki, yalnız şaquli və üfüqi xətlər üzərində hərəkət etməklə. Demək, biz yalnız bilirik ki, bu düzümüz də şaquli, belə xəttimiz isə üfüqidir. Yəni, yalnız biz belə gələ bilərik, bura qədər. Bir də buradan yuxarı qalxarıq. Bir bu qayda ilə gələ bilərik. Onda olur 5-dən 1-ə qədər 4 vahid bu. 1-dən 3-ə qədər də 3 vahid bu. Cəmi neçə vahid getmiş olur? 7 vahid. 7 vahid. Bizə də deyirdi 1 vahid 200 metrdirsə, onda 7 vahiddə 7 vur 200, 1400 metr olacaq. Və ya da buradan gedə bilərik. Bax, bu muzeydən bura qədər belə gedərdik və yenidən bu şəkildə. Yenə də şaquli və üfüqi olur. Onda bu şaquli xəttimiz 3 oldu. Üfüqimiz isə 4 vahid, yenə də 7 vahid olur. Yəni 1400 metr yol getmiş olur.